anam mənə can yandırır, gəlir mənə kömək eləyir. Niyə? Çünki onun qızı vaxtında nə vaxt iş görülməsi lazımdır bilir. Mən həmişə iş görürdüm, o da indi gəlib qızına kömək eləyir. Bostan qayırır, ev təmizləyir, gözümü açıram görürəm ev tərtəmizdir. Yemək bişirir, heç nəyimi əksik eləmir. İndi heç qoyarmı mən halıyım? Mən bir dəfə balkonda çıxmışam, yayın istisində 40 dərəcədə çıxmışam, halı yumuşam. Mənim mamam oradan mən zəngin üstə yığıbdı ki, sən nə qayırırsan, sənin əlini qurudaram, yumə o xalçayı, üşüyəcəksən, soyuq olacaq deyə. Hə, mənim mamam. İndi heç qoyar mən bunu yuyum? Heç qoyar? Əsl sən acımasız zalımsan ki, o ketçapı oraya tökdürdün ki, o anan yuyacaq onu. O anan yuyacaq. Hə, o anan yuyacaq onu. Nə gülürsünüz, nə gülürsünüz? Yalan deyirəm. Yalan deyirəm. Güya mən yalan sözüm var. Yoxsa mən də yumuşam. Mən də çox yumuşam. Mən o qədər evlənəli xalça yumuşam. Və həftə 8 mən 9 xalça yuyurdum. Görmürdünüz ki, yayında. Güya mən iş qarmıram. Mən də iş qarıram.